Salam dostlar. Gəlin bugün 3-cü sinif səhifə 66-da The weather today oxuyaq, tərcümə eləyək və bu gün ümumiyyətlə hava ilə bağlı olan sözlərimiz olacaq. Gəlin bir yerdə soldakı sözlərimizə baxaq, əvvəlcə onlarla tanış olaq, sonra şeirimizə keçək. Sunny, sunny, günəşdir. Sunny yox, sunny. Sunny, günəşdir. Cloudy, cloudy. Buludlu deməkdir. Şəkildə görürsüz çoxlu buludları. Nəzərə çarpdırıblar. Buluddur. Bulud yox. Bulud clouddur. Axırında y hərfi olmasa bulud sözüdür. Amma bu cloudydir. Yəni cloud ismindən cloudy sifətini əmələ gətiriblər. Buludlu. Windy, windy. Küləkli. Görürsüz dostlar, burada küləyi təsvir eləyiblər. Wind, külək. Windy, küləkli. Rainy, rainy, yağışlı. Rain, yağış. Rainy, yağışlı. Snowy, snowy, qarlı. Dostlar, yenə də snow sözün köküdür. Qar, snowy, qarlı. Yenə də isimdən sifət əmələ gəlib. Hot, hot, isti. Burada heç bir əmələ gəlmə yoxdur. Bu birbaşa sifət formasındadır. Yəni necə sualına cavab verir. Cold, cold, soyuq. Warm, warm, ilıq, mülayim. Yəni dostlar, nə istidir, nə hotdur, nə də colddur, nə də soyuqdur. İkisinin ortası. Warm, warm, ilıq, mülayim. İndi isə keçək şeirimizə. The weather today. Bugün hava. Dostlar, weather hava deməkdir. Başqa bir şey də dostlar qeyd edeyim, tələffüzlə bağlı. T və H hərf birləşmələri bizə ya Z səsini verir. Z, yəni dostlar dediyim, Azərbaycan dilində Z səsini eşitmisiniz. Sadəcə bunun pəltək versiyasını deyəcək. Yəni nə deməkdir pəltək versiya? Dilimizi qoyuruq dişlərimizin arasına və Z deməyə çalışırıq. Z, Z. Və bu sözdə də həmin Z səsidir. Weather, weather yox, weather. Okay? Və bu TH-in bir dənə də S deyə başqa bir verdiyi səs də var. Bu isə bizim bildiyimiz S səsinin yenə də pəltək versiyasıdır. Pəltək nə deməkdir? Dilimizi qoyuruq dişlərimizin arasına və S deməyə çalışırıq. S, S. Düşünmək sözü var dostlar. Məsələn, T-H-I-N-K. Okay? Biz bunu think oxuyuruq. Think. Think yox, düzgün tələffüzü thinkdir. Yəni bizim bir qədər əvvəl dediyimiz pəltək S hərfidir. Hansı ki, dedik dilimizi qoyuruq dişlərin arasında və S deməyə çalışırıq. S, S, think, think. Fikirləşmək, düşünmək deməkdir. Okay, belə dostlar, şeirimizə davam eləyək. The weather today. Hava bugün ya da bugün hava. Fərqi yoxdur, invers eləyə bilərsiniz. Bugün hava. What's the weather like? Hava necədir? Dostlar, what like bir yerdə yəni necəliyi bildirir. Havanın necə olduğunu soruşur. What's the weather like? Hava necədir? It's sunny. Günəşlidir. It's sunny today. Bugün günəşlidir. What's the weather like? Hava necədir? It's sunny. Günəşlidir. Let's go out and play. Go out bayıra çıxmaqdır. Yəni çölə çıxmaq, bayıra çıxmaq. Let's go out, gəlin bayıra çıxaq və oynayaq. Play, oynamaq. It's windy, küləklidir. Bayaq dedik ki, windy küləkli deməkdir. It's cloudy, cloudy buludlu dedik. Buludludur. It's snowy, qarlıdır. It's sunny, günəşlidir. Bu qədər dostlar, ümid edirəm sizin üçün maraqlı oldu. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Bye bye.